Dostlar, salamlayıram sizi. Deməli, bu günləri biz kontur gambit barədə söhbət eləyəcəyik. Deməli, bizim YouTube kanalımızda bilirsiniz ki, həm açılış teoriyalarından bağlı, həm gambitlərlə bağlı, həm müdafiələrlə bağlı videolar paylaşıram. Sizi də tövsiyə edirəm ki, o birisi videolara da baxasınız. Bu səfər biz sizə ağlar əgər vəzir gambiti oynayarsa da, ona qarşı hansı kontur gambiti oynamaq lazım olduğunu mən sizə göstərəcəyəm. Bunu bir neçə dəfə canlı yayımda, deməli, bəhnəmlə oyun oynayanda şahidi olmuşdum, ondan eşidirdim. Albin kontur gambiti. Ancaq bu barədə elə belə anlayışım var idi. Sadəcə olaraq dərindən bir neçə variantını bilmirdim. Və istəyirəm ki, onun indi hal-hazırda bir neçə variantını sizə təqdim eləyəcəm və siz də baxıb öz oyunlarında təqdim eləyə bilərsiniz. Yəni tətbiq eləyə bilərsiniz daha doğrusu. Gəlin baxağın, yəni belə güman eləyirəm ki, Albin kontur gambitini istənilən 2000 reytinqə qədər insanlara tətbiq eləmək imkanınız vardır. Mən oyunun variantlarından gördüm və orada məcburi gedişlər var. Əgər siz rəqib həmin gedişləri eləyərsə də artıq belə deyək ki, 70-80% udma ehtimalınız var. Deməli, gəlin başlayaq. Rəqib tutaq ki, burada çox vaxtı D4 gedişi etsə və vəzir gambiti bilirsiniz ki, D4, C4, sonra at C3 xanasına çıxır. D4 gedişindən sonra çox vaxtı biz atımızı deməli F6 xanasına çıxırıq. Yəni şah Hind müdafiəsindən istifadə edirik. Bu səfər biz D5 gedişi eləyəcəyik və rəqib burada vəzir gambitinin ikinci gedişi kimi C4 sonra atını deməli C3 xanasına çıxmalıdır. Burada isə bizim kontur gambitimiz rəqibə qarşı əks həmlə etmək, yəni Y5 gedişi etmək. Əlbəttə ki, burada görürsünüz ki, 2 piyada da ağlar tərəfindən istənilə bilər. Ancaq burada 90% insan Y5 piyadasını götürməyə üstünlük bilə bilər. Çünki nəyə görə? Çünki D5-i götürsə biz vəzirlə götürə bilərik. Ona görə də çox insan burada deməli Y5 piyadasını üstün bilir, yəni onu götürür. Bu gedişdən sonra artıq biz piyadanı vurmuruq və piyadanı qabağa veririk. Və burada gediş fərqlidir. Tutaq ki, rəqib Y3 gedişi eləyə bilər, piyadamıza hücum eləyə bilər. Çünki Y3 gedişindən sonra artıq piyadamızı vurur və arxasında da görürsünüz ki, ağ vəzir dayanır və müdafiə etmək anlayışı ilə tutaq ki, piyadasını Y3 gedişi eləyə bilər. Burada isə hələ ki, bu birinci variantımızdır. Standart variant deyirəm də, sadə variantını. Bu gedişdən sonra bizim maraqlı gedişimiz var. Deməli, fillə şah verməliyik. Əlbəttə ki, görürsünüz ki, atı artıq qoya bilmir qabağına. Çünki C piyadasını qabağa vermişdi. C piyadası yerində olanda əsasən qabağa verirlər. Ancaq görürsünüz ki, vəzir gambit oynadığından cinah piyadasını qabağa veribdi və atı heç cürə bura oynaya bilmir. Atı oynasa artıq piyada ilə bilirsiniz ki, vururuq və yaxud da atını bura gəlməz. Çünki bura gəlsə artıq passiv vəziyyətdə qalır. 90% oyunçu fillə bizim filimizə hücum eləyə bilər. Məsələn, filini qoya bilər D2 xanasına ki, fili götürsün. Onda biz burada nə edirik? Fili götürmək əvəzinə rəqibin deməli Y3 piyadasını götürürük. Burada isə ağlar əgər sizin qara filinizi götürsə, burada siz piyadanı vuraraq şah verirsiniz. Burada deməli vəziyyət belədir ki, əgər şah bu piyadanı götürsə, rəqibin arxada vəziri boşda qalır. Ona görə də bu gedişi görərək rəqib şahını qabağa oynaya bilər. Yəni vəzirini müdafiə edə bilər ki, siz onun vəzirinizi vursanız, o da şahla qaytarsın. Və burada görürsünüz ki, film burada diaqonalı açıldı. Yəni J4 xanasından şah verib vəziri götürmə ehtimalınız var. Ancaq burada sizə mane olacaq fiqur atdır, gördüyünüz kimi. Yəni biz fillə buradan şah versək, rəqib atını qoyacaqdır F3 xanasına və həmin diaqonalı bağlayacaq. Artıq burada vəziyyət çətinləşəcək. Ondan sonra burada piyadamız boş qalır. Biz rəqibin tutaq ki, vəzirini götürsək, o da bizim şahla bizim piyadamızı götürəcək və yaxud da heç götürməsə, rəqib bizim vəzirimizi götürə bilər növbəti gedişdə və ondan sonra bizim qala qurmamız pozula bilər və bizə maneə yaradacaq bu atı, məsəl üçün götürüb vəzirə də çıxmaq olar. Ancaq bu templə eləmək lazımdır. Vəzirə yox, birbaşa biz rəqibin atını vuraraq ata çıxırıq, yəni şah veririk. Rəqib artıq topla götürsə, biz növbəti gedişdə fillə şah veririk. Əlbəttə ki, şahın bir gedişi var və ya bura qayıda bilər, ya bura qayıda bilər. Fərqi yoxdur. Yaxud tutaq ki, bura qayıtsın, yenə də biz artıq rəqibin vəzirini götürürük və gördüyünüz kimi bir neçə gedişə artıq rəqib üzərində üstünlük ələ keçirdik.
yəni vəzirini götürdük. Burada deməli biz fiqur verdik, bir filimizi verdik və artıq fillə vəziri götürməklə artıq oyunun taleyini belə deyək ki, həll elədik. Gəlin indi başqa varianta baxaq. Tutaq ki, biz piyadanı qabağa eləsək və rəqib tutaq ki, həmin piyadanı qabağa vermədi. Əlbəttə ki, atını çıxdı. Bundan sonra həmin piyadanı biz müdafiə etməkdən ötürü əlbəttə ki, öz atımızı C6 xanasına çıxmalıyıq. Bundan sonra rəqib tutaq ki, piyadasını qabağa verər. Onda da yenə həmin variantdır. Yenə fillə şah veririk. Əlbəttə ki, fili qoyur qabağına. Biz yenə həmin piyadanı götürürük. Həmçinin filinə hücum elədik. Fil məsəl üçün bu piyadanı götürsə, yenə də həmin variantla biz şah veririk. Əlbəttə ki, şah bunu götürsə, heç qabağa götürsə, bilirsiniz ki, vəziri gedir. Tutaq ki, qabağa gələ bilər. Onda da biz deməli vəzirini götürürük. Əlbəttə ki, rəqibin deməli şahı qala qurması pozuldu. Ondan sonra fili götürərək və buradan hücumlarımızı davam elətdirə bilərik. Hansı formada? Fili çıxaraq, böyük qala quraraq artıq hücumlarımızı davam etdirə bilərik və gördüyünüz kimi də artıq rəqibin pozisiyası pozuldu. Digər bir varianta baxaq. Deməli, bu vəziyyətdə rəqib ola bilər ki, piyadasını buradan qabağa versin ki, biz fillə şah verməyək də, düzdürmü? Çünki buradan biz şah versək, rəqibin vəziyyəti pozulur. Və bu gedişdən sonra artıq biz filimizi Y6 xanasına çıxmalıyıq. Artıq böyük qala qurmaya hazırlaşmalıyıq. Rəqib də əlbəttə ki, görürsünüz ki, burada piyada da boşdadır. Amma piyadanı hələ götürmürük. Çünki piyadanı götürəndən sonra piyadanı qabağa eləyəcək və bizim bu piyadamıza templə hücum eləyəcək və burada biz hücumumuz yarımçıq qalır. Rəqib burada deməli filini diaqonala çıxmaq üçün J3 gedişi eləyə bilər. Burada isə biz vəzirimizi qabağa oynayırıq, qala qurmaq üçün. Çünki böyük qala qurmalıyıq ki, bu piyadanı müdafiə eləyək. Rəqib filini deməli J2 xanasına qoysa, biz qala qururuq və burada rəqib də qala qura bilər. Bundan sonra isə bizim şah cinahına güclü piyada hücumumuz başlayır. Belə ki, piyadanı qabağa veririk. Rəqib tutaq ki, piyadasını qabağa verə bilər. Rəqib də bizim şah cinahımıza hücum eləyəcək əlbəttə ki, yəni ata hücum eləyə bilər. Burada biz yenə piyadanı qabağa veririk. Rəqib piyadanı qabağa verəndə atımızı oynayırıq A5 xanasına. Vəziri gələ bilər. Onda da biz atımızı piyada ilə qoruyuruq. Və burada rəqib görürsünüz ki, həmin piyadanı öz piyadası ilə götürə bilər, ancaq şah cinahı zəifləyəcəkdir. Çünki şahın önündəki piyadadır və hər an biz topumuzu J xəttinə qoyaraq həmin fili bağlamaya sala bilərik. Ona görə də rəqib burada həmin piyadamızı öz atı ilə götürə bilər. Burada isə filimizi gəlirik H3 xanasına. Əlbəttə ki, rəqib burada bizim filimizi götürsə, biz vəzirlə götürürük və gördüyünüz kimi rəqibin vəziyyəti pisdir. Çünki top xətti açıqdır və H2 xanasını müdafiə etməlidir. Tutaq ki, burada rəqib nə oynaya bilər? Piyadasını, belə deyək, atını oynaya bilmir. Atı tutaq ki, buradan oynaya bilər ki, bura gəlsin. Onda da biz ata hücum eləyirik. At əgər bura gəlsə, biz yenə ata hücum eləyirik. At əlbəttə ki, bura gələcək. Ondan sonra biz atımızı bu xanalardan deməli inkişaf elətdirərək rəqibin H4 atına hücum eləyərək və növbəti gedişdə H2 xanasından rəqibi mat etməyə imkanımız var. Və göstərdiyim hələ ki bu qədərdir. Yaxşı variantları var və güclü hücumları var. Əlbəttə ki, əgər o bayaq ki o fil variantı alınmasa və rəqib piyadasına A3 gedişi eləyərək həmin gedişin qarşısını alsa, siz gördünüz ki, böyük qala qurmaqla rəqibin şah cinahına güclü hücumlar eləyə bilərsiniz. Həmçinin bunu templə eləyə bilərsiniz. Ona görə də siz də oyunlarınıza tətbiq eləyin. Güman edirəm ki, Albin kontur qambiti sizin xoşunuza gəldi. Yəni bunu vəzir qambitinə qarşı eləyirsiniz. Deməli, bu variantlar məncə bəs eləyir. Digər variantlarda indi rəqib müdafiəni tapa bilər. Onda da yenə də rahat sərbəst oyununuzu oynama imkanınız var. Çünki burada heç nə itirmisiniz. İtirəcəyiniz bir dənə mərkəz piyadasıdır. Onu da sonradan kompensasiya etmək olur, dostlar. İzlədiyiniz üçün sağ olun, dostlar. Yenə də YouTube kanalımda açılış variantlarını öyrənə bilərsiniz. Mən bir neçə variantda təqdim eləmişəm. Həmçinin də rəqibin açılışına qarşı oynanacağınız qambitləri, həmçinin oyun sonluqları barədə videolar paylaşmışam. Yəqin ki, bu sizin işinizə yarayar. İzlədiyiniz üçün sağ olun, dostlar. Minnətdaram. Gələn deməli qambit və yaxud da açılış videosunda görüşənədək.